Səbir çox önəmlidir, çox vacibdir. Misal üçün biz indi Ramazandan danışıq. Quranın bir Əsr surəsi ki var. Quranın bütün ayələri möhtəşəmdir. Amma bu ayədə Allah Teala Əstaizu billah vəl asr, axşam çağına and içir. Deyir, innəl insənə ləfi xusur. Deyir, insanlar böyük zərər və ziyan içərisindədir. İlləl-ləzīnə əmənu və amiləs-salihat və təvasəv bil-haqqı və təvasəv bis-səbr. Və nə deyir? İman gətirənlər, yaxşı iş görənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər. Çünki səbr çox önəmlidir və bugün biz çox mürəkkəb bir dövrdə yaşayırıq. İnsanlarda o səbirsizliyi görürük. Və ya Quranın başqa bir ayəsinə gələndə orada Allah Teala buyurur ki, İnnə ma'al usri yusra. Yəni, hər bir çətinlikdən sonra bir asanlıq olacaq. Hər bir qaranlıq gecənin bir işıqlı sabahı da var.